Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Nazikə Atakişiyeva ifadə verib və sualları cavablandırıb. 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış Nazikə Atakişiyeva ermənilərin Xankəndidə yaşayan Azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib. Nazikə Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək kombinatında toxucu işlədiyini, Robert Kösəryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan komsomol katibi keçdiyini, Azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri olduğunu bildirib. 1988-ci ilin fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallar gözləyirdi. Onlar Xankəndindən deyildilər deyə o qeyd edib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında yaşadığı evin qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu bildirib. Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz yaşayacağıq. Bizim binada Slavik var idi. Binanın uşaqlarını öyrədirdi ki, gələndə onları təhqir edin, daşqalaq edin. Qardaşım uşağı qızolma keçirtmişdi, qızdırması var idi. Təcil yardım çağırmaq üçün zəng vurduq. Cavab verildi ki, qızdırması varsa soyuducuya qoyun. Soyusun, bura zəng vurmayın. Bura bizimdir, burada biz yaşayırıq. Ümumiyyətlə, Miyatsun sözü yaranandan günümüz qara idi. Şahbazyan soyadlı erməni həyat yoldaşıma demişdi ki, buradan bir dəfəlik getsəniz yaxşıdır, deyə zərərçəkmiş bildirib. O, təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş edib. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirən Ermənistan vətəndaşları Arayik Arutunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Münassakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 11-də davam etdirilib. Məhkəmənin növbəti iclası aprelin 14-nə təyin olunub.